Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Mən Nərgiz Məmmədova. Bugün sizinlə fizika DİM 2025-ci ilin test toplusundan çevrə üzrə bərabər sürətlə hərəkət mövzusunun xətti sürət bölməsinə baxacağıq. Bundan öncəki izahlarımızı YouTube kanalımızdan izləyə bilərsiniz. İndi isə dərsimizə keçək, vaxt itirmədən testimizi işləyək. Bugünkü mövzumuz xətti sürətdir. Əgər siz də bizim istər onlayn, istərsə də əyani dərslərimizə qoşulmaq istəyirsinizsə, yuxarıda qeyd olunan əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Və yaxud da ödənişsiz WhatsApp qrupumuza qoşulmaq istəyirsinizsə, yuxarıda qeyd olunan nömrəyə yaza bilərsiniz ki, sizə WhatsApp linkini göndərə bilsin. Aha, başlayaq. Birinci, çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin sürət vektoru A nöqtəsində hansı istiqamətdə yönəlir? Biz dedik ki, əgər çevrə üzrə bərabər sürətli hərəkətdən söhbət gedirsə, birinci biz təyin eləməliyik ki, istiqamətimiz hansı tərəfədir? İstiqamətimiz sağ tərəfədir və sağ tərəfə olduğunu nəzərə alaraq demək ki, çevrəmiz bu şəkildə davam eləyir. Yəni, hərəkət istiqaməti bu şəkildədir. Və xətti sürət adətən çevrəyə toxunan istiqamətdə olur. Toxunan. Onda hərəkətimiz sağa tərəfdirsə, demək ki, toxunan istiqamətdə, yəni bir nöqtəsi istiqamətində olacaq. 2. Birinci istiqamətimizi təyin edirik. Baxırıq, istiqaməti hansı tərəfədir? Yuxarıya və yuxarıya toxunan istiqamətdə olduğuna görə çevrəyə toxunan olduğunu nəzərə alaraq 2 nöqtəsi, yəni B variantı götürürük. 3. Maddi nöqtə 2 metr/saniyə sürətlə çevrə üzrə hərəkət edir. Onun dövrətmə periodu 6 saniyə olarsa, çevrənin radiusunu tapın. V bərabərdir 2 metr/saniyə. Dövrətmə periodu 6 saniyədir. Radiusunu soruşur. Deməli, V nəyə bərabərdir? V bərabərdir 2 pi bölünsün T-yə. 2 pi r bölünsün T-yə. İndi bizdən radiusu soruşursa, R nəyə bərabərdir? R bərabərdir V T bölünsün 2 pi. Gətirib yerinə qoyuruq. V-miz neçədir? 2. T-miz neçədir? 6. 2 vurulsun 3. 6 ilə 6 ixtisara gedəndə cavab qalacaq 2 metr. Yəni cavab A variantı. 4. Maddi nöqtənin radiusu. Gəlin yazaq verilənləri. Ən birinci çalışın həmişə verilənləri yazasınız ki, sizə düsturu tapmaq və hesablamaq asan olsun. 6. Dövrətmə periodunu hesablayın. Biz dedik ki, düsturumuz nədir? V bərabərdir 2 pi r bölünsün T-yə. Bizdən bu dəfə periodu soruşur. Onda periodumuz 2 pi r bölünsün V-yə bərabərdir. Yazıram 2 vurulsun 3. Radiusumuz 1 bölünsün V-miz 6. 6-nı da 6-ya böləndə eləyir 1 saniyə. Yəni Y variantı. 5. Radiusu, gəlin verilənlərini yazaq. Radiusu 0,5 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin dövr etmə tezliyi N ilə işarə eləyək burada. N 8 saniyə. Üstü mənfi 1-dir. Xətti sürətin, yəni V-sini tapın. Düsturumuz V bərabərdir 2 pi r N-ə bərabərdir. Bərabər qoyuruq 2, pi-miz 3, r-imiz 0,5, n-imiz 8 bərabərdir. 6-nı vurursunuz 0,5-ə, deməli eləyir 3, 3-ü də vurursunuz 8-ə, eləyir 24 metr/saniyə. Cavab eləyir A variantı. Baxırıq. 6. Radiusu, gəlin yazaq buradan. Radiusu 30 santimetr. Onu santimetri o dəqiqə metrə çevirək, yazaq 0,3 metr. Hərəkət edən bucaq sürəti, yəni omegası 4 radian bölünsün saniyədir. Onun xətti sürətini hesablayın. Xətti sürətin düsturu V bərabərdir omega r. O da bərabərdir. Omegası nəyə bərabərdir? 4. Radiusu nəyə bərabərdir? 0,3 eləyir 1,2 metr/saniyə. Cavab eləyir D variantı. 7. Radiusu yazıram. R bərabərdir. 70-i o dəqiqə çevirməlisiniz metrə. 0,7 metr. Xətti sürəti V-si bərabərdir 14 metr/saniyəyə.
Onun bucaq sürəti, yəni omegası sual. V bərabərdir omega r. Omeganı bilirik, omeganı axtarırıq. Onda omega nəyə bərabər olur? V bölünsün r-ə. O da bərabərdir. V-si 14 bölünsün 0,7-yə. O da bərabər olacaq. Deməli, 14-ü 10-da 7-yə bölmək üçün 7-ni qaldırırıq, aşağı ixtisara gedəcək. 10 da qalxacaq yuxarı. 2 vur 10 eləyir 20 radyan böl saniyə. Cavab eləyir A variantı. 8. Çevrə üzrə bərabər sürətli hərəkətdə bucaq sürəti hansı ifadə ilə təyin olunur? Bucaq sürəti, yəni söhbət omegadan gedir. Onu bizdən soruşur. Biz bayaqlar nə yazdıq? Yuxarıda da yazmışdıq. V bərabər idi. Bir də yazaq. V bərabərdir omega r. Biz buradan omeganı tapsaq, V bölünsün r-ə bərabərdir. Yəni Y variantı. 9. R radiusu çevrə üzrə t periodu ilə bərabər sürətli hərəkətdə cismin sürətini tapın. V nəyə bərabərdir? V bərabərdir 2πr bölünsün t-yə. Baxırıq cavablarda. Cavab olur C variantı. 10. R radiuslu çevrə üzrə n tezliyi ilə xətti sürətini V-sini soruşur. 2πr n-ə bərabərdir. Cavabda baxırıq. A variantıdır. Xətti sürətin beynəlxalq sistemdə vahidini, xətti sürətin vahidi metr bölünsün saniyədir. 12. Maddi nöqtənin verilmiş radiusu çevrə üzrə hərəkətində xətti sürətin bucaq sürətindən asılılığı düsturumuz budursa, o deməkdir ki, düz mütənasibdir. Düz mütənasibliyi tapmaq üçünsə qalxırıq yuxarı, baxırıq Y variantıdır. Bunları buradan təmizləyək. 13. Sonra 13'te bizdən eyni şəkildə xətti sürətin, amma bucaq sürətində olmaq şərti ilə soruşur. Yəni omegası konstantdır. O da olmalıdır bizim düsturumuzda. Onda V bərabərdir omega r. R-dən necə asılıdır? Düz mütənasib asılıdır. Sonra 14. Eyni şəkildə bizdən bu dəfə isə dövrlərin sayı da verilib, yəni n də verilib və deyir ki, sərf olunan zaman fasiləsini tapın. Biz sürətin düsturunu birinci yazaq. 2πr n bölünsün t-yə bərabərdir. Zaman fasiləsini, yəni t-ni soruşursa yazacağım 2πr n bölünsün v-yə, yəni Y variantıdır. 15. Radius verilib, n dövrlərin sayı verilib və bizdən bu dəfə xətti sürəti soruşur. Elə o yuxarıdakı olacaq 2πr n bölünsün t, yəni D variantı. 16. Maddi nöqtənin verilmiş radiuslu, yəni R olmalıdır. Çevrə üzrədə çevrənin dövr etmə periodundan, sürətin dövr etmə periodundan asılılıq qrafikini bizdən soruşur. V nəyə bərabərdir? V bərabər edir 2πr bölünsün t-yə. V ilə t necə asılıdır? Tərs mütənasib asılıdır. Keçək növbəti səhifəyə. 17. Cisim verilmiş radiuslu çevrə üzrə hərəkət edir. Və deyir ki, sürətin dövr etmə tezliyindən, biz bayaqları periodu yazdıq, indi isə dövr etmə tezliyindən asılılığını bizdən soruşur. Onda necə yazacağım? V nəyə bərabərdir? 2πr n-ə necə asılıdır? Düz mütənasib asılıdır. 18. Çevrə üzrə 3 metr böl saniyə sürətlə hərəkət edən maddi nöqtənin dövr etmə tezliyi, yəni n bərabərdir 2-yə, V bərabərdir 3-ə, radiusu məndən soruşur. Düsturumuz nəyə bərabərdir? 2πr n-ə bərabərdir. Məndən radiusu soruşur. R nəyə bərabər olacaq? V bölünsün 2π n-ə. Gətirib yazıram. V nəyə bərabərdir? 3. 2 vurulsun 3. N-imiz neçədir? 2. 3 ilə 3 ixtisara gedəndə qalır 4-də 1. Amma nə? Biz əgər çevrənin sürətində metri nəzərə almışıqsa, demək ki, biz cavabı tapmışıq metrlə. Amma bizdə cavablarda baxırıq ki, santimetr soruşur. Əgər 1 metrimiz 100, belə yazımda daha aydın olsun deyə 1 metr 100 santimetrdirsə, 4-də 1 metr 25, yəni 4-ə bölürük, o deməkdir 25
santimetr olacaq. Yəni B variantı. 19. Çevrə üzrə sürəti bizə verib V bərabərdir 8. Sonra periodu verib bizə T bərabərdir 6. Radiusu bizdən soruşur. Eyni şəkildə V'nin düsturu nəyə bərabərdir? 2 pi r bölünsün T'yə. Bizdən radiusu soruşur. Radiusu nəyə bərabər olacaq? Radiusu nəyə bərabər olacaq? R bərabərdir V. Biraz bu tərəfdən yazaq, aşağıdan ya da. Radiusu bərabər olacaq. V vurulsun T bölünsün 2 pi. V'miz neçədir? 8. T'miz neçədir? Burada T periyod T'sidir. Aha. T'miz neçədir? 6. 2 vurulsun 3. 6 ilə 6 ixtisara gedəndə qalacaq 8 metr. Yəni cavab eləyir B variantı. 20. Disk mərkəzindən perpendikulyar istiqamətdə keçən ox ətrafında fırlanır. Keçən ox fırlanır. A nöqtəsinin xətti sürəti hansı istiqamətdədir? Baxın, hərəkət istiqamətimiz hansı tərəfədir? Bu tərəfədir. Və toxunan istiqamətdə olduğunu nəzərə alaraq, əgər istiqamət o tərəfədirsə, sürətin istiqaməti də çevrəyə toxunan istiqamətdə hərəkəti göstərir. Yəni Y variantı. A. Hərəkətimiz hansı tərəfədir? Baxın, bu tərəfədir. Düzdür? Onda toxunan istiqamətdə hərəkətimiz A nöqtəsində bu şəkildə olur, yəni B variantı. 22. Eyni radiuslu çevrələr üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin eyni zaman müddətində getdikləri yolların nisbətini tapın. Bizə nəyi verib? Daha doğrusu nisbəti verilib. L1-in L2-yə nisbəti 4 verilib. Deyir, dövrətmə tezlikləri arasında N2-nin nisbətini tapın. L'in düsturu nəyə bərabərdir? 2 pi r N-ə bərabərdir. Eyni radiuslu. L nəyə bərabər idi? V vurulsun T'yə. 2 pi r N vurulsun, bir də L-də T'miz var. İndi bizə deyir ki, L-lə N necə mütənasibdir? Düz mütənasibdir. Onda biz yazacağıq L1-in L2-yə nisbəti N1-in N2-yə nisbətinə bərabərdir. Niyə? Düz mütənasibdir. O da bərabərdir 4-ə. Əgər yazsam N1 nəyə bərabər olur? 4 N2-yə. Yəni C variantı. 23. Eyni radiuslu, eyni şəkildə, eyni zaman müddətində V deyilir. Getdiyi yollar arasında münasibət biz nə dedik? L bərabər idi 2 pi r N vurulsun T. L ilə N bir-biri ilə düz mütənasibdir. Onda N1-in N2-yə nisbəti bizə elə L1-in L2-yə nisbətini verəcək. O da bərabər olacaq 3-ə. Onda L1 bərabərdir 3 L2-yə. Yəni D variantı. Eyni radiuslu çevrələri üzrə bərabər sürətlə hərəkət edən, deməli, iki maddi nöqtənin bizə periodunu verib. Eyni zaman müddətində getdiki yolların nisbətini tapaq. Bu dəfə isə bizə periodu verib. Onda L nəyə bərabər olur? 2 pi r böl T vurulsun T'yə. Düzdür? Mən də indi yazacağım perioda görə. L ilə period necə asılıdır? Tərs mütənasib. Onda əgər məndən birinci T-ni yazım, T1-in T2-yə nisbətini veribsə, bu o deməkdir ki, tərs mütənasib asılı olduğuna görə L2-nin L1-ə nisbəti bir-birinə bərabərdir. O da bərabərdir 2-yə. Onda L2 bərabər olur 2L1-ə. Yəni C variantı. 25. 25-də də eyni şəkildə sadəcə bu dəfə periodu bizdən soruşur. Nisbətini biz bildik ki, tərs mütənasib götürəcək. Niyə görə tərs mütənasib götürür? Çünki L ilə T tərs mütənasibdir. Yəni L bərabərdir 2 pi r bölünsün D vurulsun T'yə. L ilə T tərs mütənasib asılı olduğuna görə götürəcək L2-nin L1-ə nisbəti T1-in T2-yə nisbətinə bərabərdir. O da 5-ə bərabərdir. Onda T1 bərabərdir 5 T2-yə. Yəni A variantı. 26.
Çevrə üzrə hərəkət edən maddi nöqtənin xətti sürətinin dövrətmə tezliyindən, yəni n-dən asılılığı verilib. Deyir ki, çevrənin radiusu hansı ifadə ilə təyin olunur? V nəyə bərabərdir? V bərabərdir 2 pi r n-ə bərabərdir. Düzdür? Əgər bizdən radiusu soruşursa, radius bərabərdir V bölünsün 2 pi n-ə. Siz V bölünsün n-i tapmaq istəyirsinizsə, bu qrafikdən bir dənə perpendikulyar indirirsiniz. Əgər alfa bucağına görə biz təyin etmək istəsək, bura V-dir, burada n-dir. V-nin n-ə olan nisbəti bizə nəyi verəcək? Tangensi verəcək. Niyə? Çünki alfa bucağı qarşısında olan katetin bitişik kateta olan nisbəti tangens alfa qarşı katetin bitişik kateta olan nisbətinə bərabərdir. Bizdə də onda biz bunu gətirib yerinə burada yazsaq, yazacağıq. Tangens alfa bölünsün 2 pi, yəni A variantı. 27. Yük avtomobilinin 40 sm diametrli təkəri 1 dəqiqədə sabit sürətlə bu qədər dövr edir. Kənar nöqtəsinin xətti sürətini hesablayın. Gəlin hesablayaq. Birinci verilənləri yazaq. Yazırıq 40 sm diametrdir. Əgər diametr deyilsə, D bərabərdir 40 sm. Onda onun radiusu nəyə bərabər olur? Bölürük 2-yə. Niyə? Çünki çevrədə diametr budur, bu diametrdir. Əgər yarısın radiusunu hesablayırıqsa, diametr bərabərdir 2 radiusa. Ona görə radiusu 20 sm. Santimetri də çevirməliyik. Yazacağım ki, 0,2 metr. Sonra T 1 dəqiqə verilib. Biz də onu 60 saniyə yazırıq. Sonra dövrlərin sayını verib 250 və məndən V-ni soruşur. Gəlin bunları təmizləyək. Hesablayaq. V nəyə bərabərdir düsturumuz? 2 pi r n bölünsün balaca t zaman. Yazıram. 2 vurulsun 3 vurulsun 0,2 vurulsun n 250 bölünsün 60'a. 0 ilə bu 0 gedəcək. 6 ilə də 6 gedəcək və qalacaq 0,2-ni vurursunuz 25-ə eləyir. Deməli neçə? 5 metr böl saniyə. Tapdıq 5. İndi baxırıq ki, biz metr böl saniyə olaraq tapmışıq. Düzdür? Amma cavablarda hamısı kilometr böl saatdır. Onda biz 5 metr böl saniyəni çevirməliyik. X, yəni tapmamışıq. Kilometr böl saata. Çevirmək üçün 1 kilometrimiz neçə metrdir? 1000 metrdir. Onda 5 vurulsun. Aşağıda yazacağıq. Çünki 1 kilometrimiz 1000 metrdir deyə 1000-də 1 yazmaq yerinə elə bu şəkildə aşağıda yazıram. 1 saatımız da 3600-dür. Sıfırlar ixtisara gedəcək. 5 ilə 10 ixtisara gedəcək. 2, 36-nı da 2-yə böləcəksiniz. Eləyəcək 18 kilometr böl saat. Yəni cavab eləyir B variantı. 28. Çevrə üzrə bərabər sürətlə hərəkətdə sürət verilib, T verilib, dövr verilib, bizdən radiusu soruşur. Yazaq. Deməli, V bərabərdir 2 pi r n bölünsün T ilə T düsturundan istifadə edəcəyik. Bizdən indi nəyi soruşur? Radiusu soruşur. Elə radiusu tapaq bir dəfəlik. VT bölünsün 2 pi n. Yaxşı. R istəyirik hesablayaq. R nəyə bərabərdir? V-miz neçədir? 12. T-miz neçədir? 4 dəqiqə. Yazıram burada. T bərabərdir 4 dəqiqə. O da bərabər 4 vurulsun 60, yəni 240 saniyə. Yazıram 240. 2 vurulsun 3 vurulsun dövrlərin sayı 4800 bərabərdir. 0-ın biri burayla ixtisara getdi. 24 ilə də 48 ixtisara aparsam 24-ə böləndə yuxarıda 1 qalır. Burada 20 qalacaq. Sonra 2 ilə buraya ixtisara gedəndə 6, 2-yə gedəndə bura 10 qalacaq. 6 ilə də bu 6-nı ixtisara getdi. Ümumilikdə qalacaq 0,1 metr. Yəni cavab olur A variantı. 29.
29-da deyilir ki, çevrənin radiusu hansı ifadə ilə təyin olunur? V-nin düsturu nəyə bərabərdir? V bərabərdir omega r. Düzdür? Bizdən nəyi soruşur? Radiusu soruşur. Radius bərabərdir V bölünsün omega. Biz isə qrafikdən perpendikulyar endirəndə alfa bucağının təyin eləmək istəsək, qarşıdakı katetin V-nin omegaya elə olan nisbəti bizə nəyi verir? Tangens alfanı. Yəni, qarşıdakı katetin bitişik katete olan nisbəti bizə tangens alfanı verir. Yəni, cavab olur elə B variantı. Burada isə bucaq sürətini təyin eləməyə soruşur. V nəyə bərabərdir? Omega r-ə. Bucaq sürətini təyin eləmək istəyiriksə, omega bərabərdir V bölünsün r-ə. Onda V bölünsün r-i tapmaq istəyiriksə, burası V-dir, burası da r-dir. Əgər V-nin r-ə nisbəti bizə eyni şəkildə tangens alfanı verəcək. 31. Fırlanan təkərin kənar nöqtəsinin xətti sürətinin dövrətmə tezliyindən asılı qrafiki verilir və radiusunu, təkərin radiusunu bizdən soruşur. Gəlin verilənləri yazaq. Elə buradan yazıram. V-si bərabərdir. Əgər 2,4-ü götürürsünüzsə, ona uyğun n 1-dir. Əgər 1,2-ni götürürsünüzsə, ona uyğun n 0,5-dir. Mən elə ən kənardakını götürürəm. Ona görə V-si 2,4, n-i 1 götürürəm. Pi-si 3-dür. Məndən də radiusunu soruşur. Düsturumuz nədir? 2 pi r n. Məndən radiusu soruşursa, V bölünsün 2 pi n. Gətirib yerində qoyub yazıram. Yazıram. R bərabərdir. V-nin qiyməti 2,4. 2 vurulsun 3 vurulsun. N-in qiyməti də 1-dir. 6. 2,4-ü bölürsünüz 6-ya, eləyir 0,4 metr. Yəni A variantı. 32. 32-də deyilir, verilmiş radiuslu çevrə üzrə bu zamanda periodun sürətdən asılı qrafiki verilir. Bu zaman onu təyin etməliyik. Necə təyin eləyəcək? Gəlin düsturunu yazaq. Birinci verilənləri qeyd eləyək. T-si əgər, baxın, 0,4-dürsə, ona uyğun T 3-dür. Gəlirsiniz 0,2 ilə, gəlirsiniz qrafikə, düşürsünüz aşağı, o da onun V-sidir. Əgər T, elə 1 üçün yazıram mən. T'si bərabərdir 0,4, ona uyğun V-si də 3-dür. Məndən radiusu soruşur. V nəyə bərabərdir? 2 pi r bölünsün T-yə. Radiusu soruşursa, radius da bərabərdir VT bölünsün 2 pi-yə. Gətirib yerinə qoyuram. V-miz neçədir? 3. T-miz neçədir? 0,4. 2 vurulsun 3. 3 ilə 3 ixtisara gedəndə 0,4-ü də 2-yə böləndə eləyir 0,2 metr. Yəni Y variantı. 33. 33-də deyilir, ifadələrdən hansı maddi nöqtənin çevrə üzrə bərabər sürətlə hərəkəti üçün doğrudur? Əgər adından da bəlli olduğu kimi bərabər sürətdən danışırıqsa, o deməkdir ki, sürətin modulu sabitdir. 34. İstəyirlənən diskin mərkəzinin o yerə nəzərən sürəti, yəni söhbət buradan gedir. Burada sürəti 2 metr/saniyədir. Verilmiş anda M nöqtəsinin yerə nəzərən sürətini, yəni bu nöqtənin sürətini bizdən soruşur. Onda biz xatırlamalıyıq ki, əgər söhbət diskdən gedirsə, biz demişdik ki, diskdə omeqalar sabit olurdu. Əgər sabit olurdusa, deməli biz V-nin, sürətin elə bir düsturunu yazmalıyıq ki, orada həm radius olsun, həm də omega sabit qalsın. Təbii ki, bizim bu düsturumuzda omega r-dir. Bəs V ilə R bir-birinə necə mütənasibdir? Düz mütənasib asıdır. Yaxşı, onda düz mütənasib asıdırsa, mən VO-nun, yəni O nöqtəsindəki sürətin VM nöqtəsindəki sürətini yazsam, düz mütənasib asılılığından nəticə çıxardaraq qeyd edirəm ki, R O üçün bölünsün R M üçün yaza biləcəm. Yaxşı, gəlin indi radiuslarını biz təyin eləyək. Radiuslarını təyin eləmək istəsəm, O nöqtəsinin radiusu R-dir. Mən isə M nöqtəsini tapmaq istəyirəm. Əgər yerə nəzərən söhbət gedir. Baxın, burada yerə nəzərən. Yerə nəzərəndə bu hissə bizdə yerdir. Düzdür? Onda mən buradan bura bir dənə işarə qoyacağım və təbii ki, O nöqtəsindən M nöqtəsinə qədər olan məsafə də həmçinin R yazacaq. Və biz də 90 dərəcə olduğunu buranı nəzərə alsaq ki, bura 90 dərəcədir. Pifaqor teoreminə görə 2 dənə katet verilib. 2 dənə katetin
arasındakı bucaq 90 dərəcədir və katetlərdə R-dirsə, biz hipotenuzu tapa bilirik. Düzdür, burada olur bizim nə? R-M. Yəni, yerə nəzərən M. Radiusumuzu tapmaq istəyirik. Yəni, məsafəni tapmaq istəyirik və oranı hesablamaq üçün ora bizdə bir dənə hipotenuzdur. Radiuslara görə biz R-mi tapa biləcəyik. Gəlin tapaq. R-M. Hipotenuz Pifaqor teoreminə görə nəyə bərabərdir? R-M-in kvadratı bərabərdir digər iki katetin kvadratlarının cəminə, yəni R-in kvadratı üstə gəlsin digər R-in kvadratına. Onda buradan aydın olur ki, R-M bərabər olacaq, hətta kvadrat olaraq da yazsam, 2 R kvadratına. Hər ikisinin kvadrat olduğunu nəzərə alaraqdan onları kökə salıb kvadratdan çıxa bilərik. Bəli, çıxsaq, burada R M bərabər olacaq. Kök altında 2 R-ə. Gətirib yerinə yazıram. Və onun sürəti bizə verilib neçə? 2 metr bölünsün saniyə. Bizdən soruşur M nöqtəsindəki sürəti. R O nöqtəsinə qədər olan məsafə bizdə bir dənə radiusdur. M nöqtəsinə qədər olan məsafə isə biz tapdıq ki, kök altında 2 R-ə bərabərdir. Onda R-lər ixtisara gedəndə və M nöqtəsi üçün 2 kök altında 2 metr bölü saniyəyə bərabər olacaq. Yəni, B variantı. Qaydırıq 35-ə. 35-də deyilir, saniyə əqrəbi dəqiqə əqrəbindən 1,5 dəfə uzundur. Bu o deməkdir ki, baxın, bu saatdır. Əgər dəqiqə əqrəbindən nə qədər uzundur söhbəti gedirsə, saat fırlananda əqrəblər bizə bir radius rolunu oynayır. Ona görə onlara biz bir radius kimi baxacağıq. Yəni, yazacağım ki, R saniyə əqrəbinin radiusu bərabərdir 1,5 R dəqiqə əqrəbinin radiusu. Əqrəblərin uc nöqtələrində bizdən nəyi soruşur? V saniyənin V dəqiqə olan nisbətini soruşur. Təbii ki, biz burada düsturda V bərabərdir 2 pi R bölünsün T düsturundan istifadə edəcəyik. Amma hansı hal üçün bunu nəzərə alacaq? Bizdə əgər period varsa. Biz isə periodu necə təyin edirik? Təbii ki, periodumuzu həm saniyə, həm də dəqiqə üçün yaza bilirik. T saniyə bərabərdir T dəqiqə. Yəni, bir saniyənin tam periodunu necə təyin edirik? Bir dəqiqənin tam periodunu necə təyin edirik? Baxın, əgər bir dənə saat götürürüksə, saniyə əqrəbi, məsələn, 5 saniyə, 10 saniyə, 30 saniyə, 45 saniyə gəlir, fırlanır, axırda gəlib tamamlayanda, tam bir dövrünü vuranda 1 dəqiqə, yəni 60 saniyəsi keçmiş olur. Yəni, tam bir dövrü 60 saniyədir. İndi isə gəlin dəqiqəyə baxaq. Baxın, buradan başlayırsa, 5 dəqiqə, 15 dəqiqə, 30 dəqiqə, 45 dəqiqə, bura olsa 45 dəqiqə, 55 dəqiqə gəlir, axırda 60 dəqiqə olur. Yəni, tam bir dövrü 1 saat və yaxud da 60 dəqiqədir. 60 dəqiqə. Mən ikisi də dəqiqə olsun deyə elə dəqiqə olaraq qeyd elədim. Onda gətirib V-nin yerində yaza bilirəm. V saniyə üçün yazsam 2 pi, 2 pilər onsuz da ixtisara gedəcək deyə elə yazmıram. R bölünsün T olaraq qeyd edəcəm. R saniyə neçədir bizdə? 1,5 R dəqiqə bölünsün T saniyə neçədir? 1 dəqiqə. Aşağıda yazıram. Dəqiqə üçün yazsam. R dəqiqə bölünsün T dəqiqəmiz nə qədərdir? 60 dəqiqə. Aha. Əgər biz kəsir şəklində kəsirlərin nisbətini tapmaq istəyiriksə, onda bu şəkildə yazırıq. 1,5 R dəqiqə yazıram ayağında, bölünsün 1, vurulsun R dəqiqə, yuxarıda da 60. Çünki dəqiqələr ixtisara gedəcək. R dəqiqə ilə də R dəqiqə ixtisara gedəndə qalır 1,5 vurulsun 60. 0 aparacaq vergülün birini 16-da. 15-i də 6-ya vuranda cavab eləyir 90. Yəni, nisbətimiz olacaq 90, cavab D variantı. 36. Da bizə deyir, təyyarənin hava vinti 0,1 saniyə ərzində
Verilənlərini yazırıq. 0,1 saniyə ərzində tam bir dövr edir. Yəni elə bunu tam bir dövrdürsə, elə period olaraq da götürə bilirik. Elə böyük T yazaq. T bərabərdir 0,1. Təyyarə 360 km/saat sürətlə, gəlin burada V-ni çevirək, 360 km/saniyə, metr/saniyəyə çevirmək üçün vuracağıq 1000-ə, böləcəyik saniyə, yəni 3600-ə. Sıfırlar gedəcək, 36 ilə 36 gedəcək, cavabda qalacaq 100. Yazıram 100 metr/saniyə, burada elə saniyə. Aha. 800 kilometr məsafəyə hərəkət edir. Yəni məsafəmiz L yazacağım. 800 vurulsun 10 üstü 3 metr. Bizdən soruşur ki, neçə dövr onun vinti neçə dövr edəcək? Sual. L'in düsturunu yazırıq. L bərabərdir. L'in düsturu nəyə bərabər idi? Biz demişdik V vurulsun T'yə bərabərdir. V'nin düsturunu yazıram. 2 pi bölünsün T. Ya da heç bizə artıq P-yə ehtiyac yoxdur. Çünki onsuz da bizə V-ni verib, elə gətirib yerinə qoyacaq. Sadəcə biz nəyi nəzərə alacaq? Onu nəzərə alacaq ki, T, yəni zaman, period vurulsun N-ə bərabərdir. Doğrudur. Əgər biz burada N-i tapmaq istəyiriksə, onda bizim N-imiz nəyə bərabər olacaq? N-imiz bərabər olacaq V bərabər V vurulsun T vurulsun N-ə. İndi gətirib buradan biz nəyi axtarırıq? Bizdən N-i soruşur. Bunu belə eləyək ki, görsənsin. Gəlib buradan bizi N soruşursa, onda bizim düsturumuz L bölünsün. V vurulsun T olacaq. Gətirib sadəcə yerinə qoyuruq. N bərabərdir. L-imiz 800 vurulsun 10 üstü 3. Aşağı düşürük. V-imiz 100 vurulsun. T'imiz 0,100'də 1. Yəni elə 1 yazıram bura. 100 olduğuna görə yuxarı qalxacaq. Yuxarıda yazacağım 10 üstü 2. Bu 10 üstü 2 ilə bu 100 ixtisara gedəndə qalacaq cavabda 8 vurulsun 10 üstü 5. 2 dənə 800'ün yanındakı idi. O da 10 üstü 3. Yəni cavab olur D variantı. 37. 37'də də həmçinin biz çevirmələri eləyək ki, bizim hesablamamızda çətinlik yaranmasın. Verilənləri yazırıq. V bərabərdir. 360'ı biz bayaq burada nəyi çevirmişdik? Elə 360'ı çevirmişdik. 100 metr/saniyə yazıram. 100 metr/saniyə. Əslində burada kilometrlə verilibsə, siz kilometrlə çevirməyə də bilərsiniz. Deyə bilərsiniz ki, çevirmirəm. Ondan sonra axırda mən saatı çevirib saniyə ilə hesablayacağım. Amma ilk öncədən siz misalı oxuyan kimi, yəni məsələni oxuyan kimi elə çevirməsini eləsəz, sonrasında sizdə çaşqınlıq olmaz. Çünki çevirməyib məsələni həll eləyəndə orada artıq hesablamalarda problem yaranır. L məsafəsi 12 vurulsun 10 üstü 3'dür. Hətta kilometrə çevirsəm 10 üstü 6 yazıb yanına da metr yazacağım. 10 üstü 6 burada yazıram metr. Hava vintinin dövrləri 2 vurulsun 10 üstü 5'dir və bizdən vintin fırlanma periodunu, yəni T'sini soruşur. Gəlin indi düsturunu yazaq. Biz bayaqlara L'in düsturunu necə yazdıq? L bərabərdir. Birinci bunu yazaq. T bərabərdir. T vurulsun N. İkinci də L bərabərdir. V vurulsun T. Bu iki düsturu birləşdiririk və yazırıq. V bərabərdir. Daha doğrusu elə V-ni yazmayaq. L kim yazaq? Oradan da N-i çıxardaq. L bərabərdir. V vurulsun. T vurulsun N. İndi buradan bizə nə lazımdır? Period lazımdır. Onda periodumuz bərabər olacaq. L bölünsün. V vurulsun N-ə. Gətirib yerində yazırıq. L-imiz neçədir? 12 vurulsun 10 üstü 6. V-imiz 100 vurulsun. N'imiz 2 vurulsun 10 üstü 5. Deməli 10 üstü 5 bir dənə də 0 buradan 10 üstü 6'na aparacaq. 12 ilə də 2 ixtisara gedəndə yuxarıda qalacaq 6. Onu da cavabımız eləyəcək 0,6 saniyə. Yəni cavabımız olur Y variantı. 38. 38'də deyilir, çevrə ilə bərabər sürətlə hərəkət edən cismin cızdığı çevrənin radiusu və dövr etmə periodları məlum olarsa, bunları təmizləyim.
məlum olarsa, hansı fiziki kəmiyyətlərin qiymətini tapa bilərik? Baxın, bizə nəyi verib sabit olmağını? Birinci, radius ola bilər, bir də period. Əgər bunlar varsa, biz təbii ki, omeqanı tapa bilirik. Niyə tapa bilirik? 2 pi bölünsün t'dir. Omeqanı tapmaq asan olur. Omeqanı da tapmışıqsa sürətimiz nəyə bərabərdir? Omega vurulsun r-dir. Düzdür? Hamısı da olmuş olacaq deyə biz həm bucaq sürətini, həmçinin də xətti sürəti rahatlıqla tapa bilirik. Gəlin indi növbəti artıq açıq suallarımıza keçək. Radiusu 20 sm olan disk. Yazıram verilənlərini. R bərabərdir 20. Disk bərabər sürətlə fırlanaraq T bərabərdir 0,4 saniyədə tam bir dövr edir. Yəni bu deməkdir ki, artıq bizim periodumuz nəyə bərabərdir? Əgər tam bir dövr eləyibsə elə 0,4 götürə bilirik. Diskin fırlanma oxundan ən kənar nöqtəsinin sürətini hesablayın. V-miz nəyə bərabərdir? V bərabərdir 2 pi r bölünsün T. 2 vurulsun 3 vurulsun 20 bölünsün 0,4. Onu da elə 0,4 kimi yazmıram. Yazıram 4, yuxarıda da 10. 4 ilə 20 ixtisara gedəndə yuxarıda qalacaq 5. 20-ni biz burada çevirsək daha yaxşı olardı. Elə bayaqları dediyim məsələ. Baxın, burada 20-ni mən çevirməmişəm. 20 santimetri metrə çevirməliyəm. Gəlin çevirək. Bölürəm 100 eləyir 0,2 metr. Onda ilə yerinə yazsam 2 vurulsun 3 vurulsun 10-2 metr. Yəni çünki 20-ni böldüm 100-ə. 20 santimetr bərabərdir 0,2 metr. Sonra aşağıda da periodumuz nə qədərdir? 10-4. Onlar ixtisara getdi. 4 ilə də bu ikilərin hasili getdi və cavab qaldı 3 metr böl saniyə. 39-da cavab olur 3. 40. Kənar nöqtələrin sürətini verib bizə. V bərabərdir 4,8. Fırlanaraq 1 dəqiqədə T bərabərdir 60. 20 dövr eləyir. Daha doğrusu 240 dövr eləyir. Diskin radiusunu tapın. Əgər bizə T-ni verib, E-ni veribsə biz periodunu tapa bilirik. Bəli. Niyə? Çünki T bölünsün N-ə bərabərdir. Onda periodunu tapmaq üçün düsturdan istifadə edirik. Yazırıq 60 bölünsün 240-a. İxtisara gedəndə qalır 4-də 1. Periodumuz olur 4-də 1. Onda radiusunu tapmaq üçün biz düstur V bərabərdir 2 pi r bölünsün T düsturundan istifadə edib radiusu yazsaq V vurulsun T bölünsün 2 pi-yə. V-miz neçədir? 4,8 yazıram 10-48 vurulsun. Periodumuz neçədir? 4-də 1 bölünsün 6. Yəni 2 vurulsun 3. Onu da 2 vur 3 yazın ki bəziləriniz çaşa bilərsiniz. Aha. İndi ixtisara aparsam 6, 48 ilə 6 ixtisara gedəndə nə qalır? Burada qalır 8. 8 ilə də 4 ixtisara gedəndə yuxarıda qalır 2. Və cavabımız eləyəcək 0,2. Düz böldük. Bir dənə baxaq ona. Çünki burada biraz qarışıq yazdım. Məncə biraz aşağıda hesablayayım onu. Yazaq burada. V'si. Neçədir V'si? 4,8 yazıram 10-48 vurulsun. Baxıram T'miz neçədir? Periodumuz 60 bölünsün 240 yəni 4-də 1. Sonra 2 vurulsun 3 burada da 1. Aha. İndi burada daha aydın şəkildə görürük. 6 ilə 48 ixtisara apardıq. Elədi yuxarıda 8. 8 ilə də 4 ixtisara apardıq 20. Deməli nə tapdıq? 0,2. Elə yuxarıda da onu düzgün tapmışdıq. Biz nə tapdıq? 0,2 metr. Amma baxırıq ki, bizdə cavabda deyir ki, diskin radiusunu santimetrlə verin. Biz 0,2 metr tapmışıqsa, biz bayaqlar yuxarıda nə qeyd elədik? Metri santimetrə çevirmək üçün vuracağıq 100-ə. 0,2-ni də santimetrə çevirmək üçün vururuq 100-ə eləyir 20. 41 ilə davam edək. Bunun 41-in hissəsini
Silək. Baxırıq. Radiusu 40 sm olan diskin fırlama oxunun ən kənar nöqtəsində sürəti V-si 60-dır. Radiusu çevirəm elə bir dəfəlik 0,4 metr yazıram. Burada metr böl saniyə yazıram. Disk 10 saniyədə neçə dövr eləyər yazıram 10 saniyə. Bizdən də dövrün sayını soruşur. Onda V bərabərdir. Hansı düsturdan istifadə eləyəcəyik? 2 pi r n bölünsün t düsturundan istifadə eləyəcəyik. Bizdən nəyi soruşur? N dövrü soruşur. Onda n nəyə bərabərdir? V vurulsun t bölünsün 2 pi r-ə. Gətirib yerinə qoyub yazırıq düsturda. V-miz neçədir? 60 vurulsun t-miz 10 bölünsün 2 vurulsun 3 vurulsun r. R-imiz də 0,4, yəni 4 onda yuxarı qalxacaq. Baxırıq. 60 ilə 6 ixtisara getdi. Yuxarıda 10 qalacaq. 4 ilə də 100 ixtisara getsə yuxarıda 25 qalacaq. 25-i də 10-a vuranda cavab eləyəcək. 250 dövr edəcək. Yəni 41-də cavab 250. 42 üçün bunu yazdınızsa və yaxud da başa düşdünüzsə silirəm ki 42-ni yaza bilim. 42 disk 0,4 saniyədə t bərabərdir 0,4 saniyə n bərabərdir 2 dövr edir. Ən kənar hissəsində nöqtənin sürəti 12 metr böl saniyədir və məndən radiusu soruşur. Hansı düsturdan istifadə eləyəcəm? 2 pi r n bölünsün t düsturundan istifadə eləyəcəm. Gətirin indi radiusu buradan tapaq. Radius bərabərdir v vurulsun t bölünsün 2 pi n. Onda gətirib yerinə yazanda v neçədir? Baxırıq 12. T neçədir? 0,4. Onu aşağı yazıram, 4'ü yuxarı yazıram ki rahat hesablaya bilim. Sonra aşağıda 2 vurulsun 3 dövrlərin sayı da 2'yə bərabər. 4 ilə bu 2 ixtisara gedəcək. 12 ilə də 3 ixtisara gedəndə yuxarıda qalacaq 4. Cavab eləyəcək 0,4 metr. Yəni 42-də cavab eləyir 0,4. Bizdən də elə metrdə ifadə etməyimizi istəyir. 43 üçün yer boşaldırıq buralarda. Yazırıq verilənləri. Radiusu 0,1 metr yazıram bir dəfəlik. Çevrə üzrə hərəkəti zamanı getdiyi yolun zamandan asılılıq tənliyi budur. Onun dövr etmə tezliyini, yəni nüsünü hesablamamızı deyir. Nü bərabərdir sual. Tənliyimiz S bərabərdir 12'dir. Biz bilirik ki, əgər bu tənliyi, yolun bu tənliyini bizə veribsə, T'nin qarşısında olan ifadə bizə hansı kəmiyyəti verirdi? Yəni, bizə o sürəti verirdi. Düzdür? Biz sürəti rahatlıqla bildik ki, onda 12 metr böl saniyə bərabərdir. Bizdən tezliyi mən bundan yox, n-dən yazım ki qarışdırmayasınız. Tezliyi o ifadəsini biz əsasən dalğalar mövzusunda keçəcəyik. Yəni o cür ifadə edəcəyik. Yazdıq. S bərabərdir. S-dən daha doğrusu V-ni tapdıq. Onda V nəyə bərabər olur? V bərabərdir 2 pi r n-ə bərabərdir. Bizdən nəyi soruşur? N-i. N də bərabərdir. V bölünsün 2 pi r-ə. V-miz 12. 2 vurulsun. 3 vurulsun. Onda 1. 10 yuxarı qalxacaq. 6 ilə 12 ixtisara gedəndə 2 qalır. 2-ni də 10'a vururuq. Eləyir 20 metr böl saniyə. Yox, biz tezliyi soruşur bizdən. Dəqiqə. Elə bildim, sürəti soruşur. Saniyə üstü -1. Cavab eləyir 20. Sonra 44. 44'də də eyni şəkildə bizə radiusu verib və deyir ki, S-in tənliyinə əsasən bu dəfə isə periodu saniyə ilə ifadə edin. Tənlik bizə o qarşıda olan 1,5 bizə verəcək ki, o bizim sürətimizdir. 20 santimetr verib. Biz 10 santimetri bir dəfəlik metrə çeviririk. Yazırıq 0,2 metrdir. Sonra bizdən nəyi soruşur? Periodu soruşur. V-nin düsturu var. V bərabərdir 2 pi r bölünsün t düsturundan istifadə edəcəm. Gətirib oradan mən periodu tapmaq istəyirəmsə t bərabərdir
2 pi r bölünsün v-yə nisbət yazacağım. Yerinə yazıram 2 vurulsun 3. Radiusumuz 10'da 2. Elə 10'u aşağı yazıram, 2'ni yuxarı yazıram. V-yə böləndə, yəni o da eləyir 10'da 15. 10 yuxarı qalxır, 15 aşağıda qalır. 10'la 10 ixtisara gedəcək. Yuxarıda nə qaldı? 3 ilə 5 ixtisara gedəndə qalacaq aşağıda 5 və cavab eləyir 4 bölünsün 5. 4'ü də 5'ə böləndə eləyəcək 0,8. Cavab eləyir 0,8. 45. 45'te deyilir verilmiş radiuslu, biraz buralarını boşaldım. Aha. Verilmiş radiuslu çevrə üzrə bərabər sürətlə hərəkətdə cismin dövr etmə periyodunu 4 dəfə artırdıqda onun xətti sürəti bu qədər azalmışdır. Xətti sürətin başlanğıc qiymətini hesablayın. Gəlin verilənlərini yazaq. Deməli yazacağım ki, xətti sürəti 30 metr azalıb. Əvvəlcə periyodunu yazaq. Periyodu neyinib? 4 dəfə artıb. T2 bərabər olub T4 T1'ə 4 dəfə artıb. Xətti sürəti isə 30 metr azalıb. Metr bölü saniyə azalıb. Yəni V2 V1 çıxılsın 30 olub. Cismin xətti sürətini bizdən nəyi soruşur? V1'i soruşur. Biz indi V1'i tapmalıyıq. V1'i tapmaq üçün V1'i tapmağımız üçün biz nisbəti bilməliyik. V düsturumuz nəyə bərabərdir? 2 pi r bölünsün T. V ilə də T necə asılıdır? Tərs mütənasib asılıdır. Onda biz nisbətini yazmalıyıq. Yazacağıq ki, V1'in V2'yə olan nisbəti bizə T2'nin T1'ə olan nisbətini verəcək. Gəlin indi ifadələri yerinə yazaq. V1'imiz nədir? Öz yerindədir. V2'miz nədir? V1 çıxılsın 30'dur. T2'miz nədir? 4 T1. T1'imiz də öz yerində. Bizim axtardığımız elə V1'dir. Gəlin yazaq. T1'lər ixtisara gedəcək. Onda kəsri tənlik halına gətirmək üçün yazırıq. 4 V1 çıxılsın 120 bərabərdir V1'ə. Onda 120'ni sağa keçirdəcəm, V1'i sola keçirdəcəm. Olacaq 3 V1 bərabərdir 120. V1 də bərabərdir 40'a. Bizim axtardığımız da elə o idi. Biz də cavabı tapdıq ki, 40'a bərabərdir. Eyni şəkildə 46 üçün də gəlin hesablayaq. Hesablayırıq. Yazılanları, daha doğrusu verilənləri yazaq. Periyodu 3 dəfə artırdıqda, demək ki, T2 olub 3 T1. Xətti sürəti 10 metr bölü saniyə azalıb. Onda yazacağım ki, xətti sürəti 10 metr bölü saniyə azalıbsa, V1 çıxılsın 10 olub. Bunu biraz daha sərgəli yazım. V1 çıxılsın 10 olub. Yaxşı. Eyni şəkildə elə yuxarıda vermişəm burada. Baxın. Burada V nəyə bərabərdir? 2 pi r bölünsün T'yə. Yəni V ilə T bir-birindən necə mütənasibdir? Yenə də bir-birindən tərs mütənasib asılı olduğunu nəzərə alaraq yazacağım ki, V1 bölünsün V2 bərabərdir T2 bölünsün T1'ə. Yazıram. Biz elə axtardığımız başlanğıc qiymət, sürətin başlanğıc qiyməti olduğuna görə V1'i axtarırıq. Yazıram. Vereliyim. Aha. V1 çıxılsın 10 nisbəti bərabərdir. T2'miz 3 T1'dir. Bölürəm T1'ə. T1'lər ixtisara gedəcək və 3'ü vuracam V1'ə. Olur 3 və 1 çıxılsın 30 bərabərdir V1'ə. V1'i sol tərəfə keçirəcəm. Olacaq 2 V1 bərabərdir 30'a. V1 də bərabər olacaq 15'ə. Tapdıq ki, V1'imiz bərabərdir 15'ə. 47. 47'də deyilir, radiusu 6 metr. Bunlar radiusdular. 6 metr olan verilənləri də o dəqiqə yazıram. Bərabər sürətlə hərəkət edən cisim A nöqtəsindən B nöqtəsinə 2 saniyəyə gəlib. Yəni, baxın, bu nöqtəni 2 saniyəyə gəlib. T bərabərdir 2 saniyəyə. Onun xətti sürətini, yəni V-sini hesablayın. Yaxşı, hesablayaq. Bunun üçün biz nəyi bilməliyik? Bunun üçün biz bilməliyik ki, onun periyodunu tapa bilərik, yolunu tapa bilərik. Gəlin görək hansı üsulla eləsək bizə daha rahat olar.
İndi burada baxırıq ki, bizə 60 dərəcə verib. Təbii ki, o 60 dərəcəni bizə boşuna verməyib. 60 dərəcə bir çevrənin daxilində 360, baxın burdan tam bir dövr kimi saysaq, biz onun periodunu hesablamaq istəsək, periodunu necə təyin edirik? Baxın, əgər A-dan B-yə 60 dərəcə gəlib və 2 saniyəyə gəlibsə, bu o deməkdir ki, onun tam bir dövrünü tapmaq istəyirəmsə, bu 360 dərəcə fırlanmalıdır. Doğrudur. 60 dərəcədə onun 6-da 1 hissəsi olduğunu nəzərə alsaq ki, 60 dərəcə təbii ki 360-ın 6-da 1 hissəsidir. 6-da 1 hissəsi olduğunu nəzərə alsam, 6-da 1 hissəni 2 saniyəyə gedibsə, baxın 6-da 1 hissəsini 2 saniyəyə gedibsə, tam bir dövrü 12 saniyəyə eləyib. Bu da bizə tam bir dövr verir ki, bu onun periodudur. Yazıram. Tam periodu bərabər oldu 12 saniyəyə. Periodun tapdım, radiusu var. Məndən də sürəti soruşursa V bərabərdir 2 pi r bölünsün T düsturundan istifadə edə bilərəm. Vurdum 2-ni 3-ə. Radiusu da 6 verib. Tam periodu tapdıq ki, 12 saniyədir. 12 ilə də 2 vur 6 ixtisara gedəndə cavab qalacaq 3. 47-də də sürəti tapırıq ki, 3-ə bərabərdir. Bugünlük bu qədər. Biz növbəti dərs izahımızda, yəni test izahımızda növbəti çevrə üzrə bərabər sürətli hərəkətdə gedilən yol, yer dəyişmə və sürət dəyişməsinin modulunun izahını edəcəyik. Bugünlük bu qədər. Əgər siz də dərslərimizdən yararlana bilirsinizsə, dostlarınızla bölüşməyi və həmçinin də videonu izləyib like etməyi, bəyənməyi unutmayın. Sağ olun. Hələlik.